Salifu Suma. Baş məhkəmə Rəşad Sadığov görüşün baş hakimi Rəşad Əhmədov işarəsini verir və mübarizə başlayır. Gomis orada pressing nəticə verir. Neftçinin hücumu təhlükəli olur. Ötürmə qapı qarşısında Ruan Renato. Ötürmə gəlir qapı qarşısında. Zərbə aşırma və gol! Aşırma zərbə ilə Filip Uzovic topu Zile'nin qapısından keçirir. Görüşün 9-cu dəqiqəsi. Filip Uzovic Şamaxı ilə maçda penalti qazandırdı komandasına. Şeydayev fərqləndi. Daha sonra özü gol vurdu və qollarını davam etdirir Uzovic. Neftçinin sağ açıqlatır uçmağını da Qapçı Aydın Bayramov çıxır və qayda pozulub mu? Hakim onu dayandırır. Zədələnib Ağadaş. Buna görə ötürmə sağ tərəfə. Yuri Matias. Ervin Kofi. Kofi mərkəzə meylənir. Baxır cəbri meydançasına. Ötürmə qapı qarşısına. Zərbə və gol! Ervin Kuç. Hesab 2-0 olur. 24-cü dəqiqə. Ervin Kofi'dən ötürmə. Ervin Kuç'dan baş zərbəsi dəqiq olur. Neftçi 2, Zile 0. Sevinən tərəf Neftçi azarkeşlərini təkrarı bir daha izləyirik. Ervin Kofi, əla ötürmə və Ervin Kuç rəqib müdafiədəki boşluqdan bax bu cür yararlanır. Başla dəqiq oynayır. Ervin Kuç Montenegro millisinin əsas heyət üzvlərindən biri, Neftçinin 14 nömrəsi. Ervin Kuç hesabı 2-0 edir. Geri götürmeye Fikirli'nin anlaşılmazlığı Fikirli'nin Neftçi futbolçuları hesabı artırabilir. Ruan son anda səhvi sığortalayır, öz səhviydi. İndi isə Hakim qayda pozuntusunu qeydə alır və penalti nöqtəsini göstərir. Çox maraqlı hadisələr yaşanır ilk hissədə. 41-ci dəqiqə və Rəşad Əhmədov Salifu Sumaya qarşı qayda pozuntusunu qeydə alır. Lutsik yaxınlaşır, zərbə endirir və gol! Rafael Lutsik! İlk hissə başa çatır. İlk hissə yekunlaşır. Məhsullar ötürmə ilə yadda qaldı. İlk hissədə zədələnmişdi, xatırlayırsınızsa və yəqin ki, baş məşqçi Samir Abbasov da bunu məhz bu səbəbdən oyuna fasilədə daxil etdi. Görək ikinci hissədə nələr baş verəcək. Ötürmə tərəfə, digər tərəfə idi amma alınmadı və əks hücuma çıxan indi Zülə futbolçularda sürətə fikir verin. İhsan Cibrilonun mükəmməl hərəkətlər. Salifu Suma yaxınlaşır cərimə meydançasına. Suma ötürmə, Cibrilon zərbə və gol! David Molkovi! Ervin Kofi ötürmə dəqiq deyil amma Kofi pressing etdi, topu qazandı. Qayda pozulub mu? Yox. Yuri Matias yerə yıxılıb, qayda pozulmayıb. İsa Cibrila qaçmaq üçün zona axtarır, sürətlidir. Cibrila Kofi də onun qarşısını kəsməyə çalışır, mərkəz ötürmə. Rafael Lutsik, sağ şərtdə boşluq. Salifu Suma. Suma zərbə üçün gecikdi və əllə oyun və ikinci dəfə penalti təyin edilir Neftçinin qapısına. İkinci dəfə penalti təyin edilir bu görüşdə Neftçinin qapısına. Salifu Suma'nın ötürməsindən sonra əllə oyuna görə Rəşad Əhmədov penalti nöqtəsini göstərdi. Təkrara baxırıq. Baxır, ətrafa və işarəsini verdi. Rıza Cəfərov, Rafael Lutsik dueli. İkinci dəfə bu oyunda. Lutsik yaxınlaşır, zərbə endirir və gol!
yenə də Rıza ilə Salih Fusuma mərkəzi ötürməyə dəqiq alınır. Papulaşvili baxır ətrafa. Ceyhun Nuriyev boş sonraya qaçır. Ceyhun və gol! Ceyhun Nuriyev 4-2. Basala Sambu indi topu elə keçib irəliləməyə çalışır. Sambu sol cinatda boşluq ötürmə ona. Ötürmə yaxşı alır. Stogrin qapçını üzmüş. Stogrin aldatdı qapçını amma yox. Son anda Aydın Bayramov İtti bucaqdan Stogrinə imkan vermir. Basala Sambu müdafiədəki ani boşluğu dəyərləndirməyə çalışdı amma yekun qolla bitmədi. Topu saxlamağa çalışır son anda meydanda və bu da Rəşad Əhmədovun maçın baş hakiminin final fiti.